Abad tərəfdən baxsaq, Abadın mənə açdığı yol özümün yaratdığından daha üstündür, daha çoxdur, daha genişdir. Epoksit qətranından hazırlanmış suvenirlər bugün əl işləri bazarında özünə məxsus yer tutur. Amma hər maraqlı ideya uğurlu biznesə çevrilə bilmir. Bunun üçün təkcə istedad yox, həm də dəstək mexanizmləri vacibdir. Məhz bu məqamda Abad publik hüquqi şəxs kiçik sahibkarların yaradıcı insanların yanında dayanaraq onların məhsullarını geniş auditoriyaya çıxarır. Mən ora hər hansı bir vəsait ödəmirəm. Sadəcə o dövlət rüsumları ki var, onları ödəyirəm. Öz qiymətimi konkret olaraq qoya bilirəm. Elə bil ki, sizə belə deyim də, elə bil ki, mənim 9 mağazam var və 9 mağazada məhsullarımı yerləşdirmişəm. Müddət satılır və mənim oradan gəlirlərim gəlir. Bir yeri yox, 9 dənə bir yerdir. Hərəsində fərqli məhsul və fərqli alıcı var orada. Hər alıcının da seçimi başqa cürdür. Azərbaycan vətəndaşlarından çox ölkəmizə gələn turistlərdir. Abad platforması vasitəsilə əl işlərini həm yerli, həm də xarici alıcılara təqdim edir. Öz kiçik emalatxanasında ərsəyə gətirdiyi məhsulların böyük bazara necə yol tapdığını, bu əməkdaşlığın sonsuz imkanlar açdığını bildirir. Özüm çalışanda hər hansı bir Azərbaycan üzrə kimlərsə tanımırdı. Sadəcə məhsulu sifariş edirdilər və alırdılar. Kimsə mənim kimliyimi və digər işlərimdən məlumatlı deyildi. Ancaq sosial şəbəkə üzərindən gördükləri qədər idi. Onun üçün yaxşı oldu ki, daha çox inkişaf eləyir, işlərimi daha çox insan görür. Lalebəyim xanım qeyd etdi ki, epoksit qətranı ilə işləmək zərgər dəqiqliyi tələb edir. Məhsulların miqdarı və temperatur düzgün tənzimlənməlidir. Əks halda məhsul keyfiyyətli alınmır. Tələbat olaraq ən çox müştərilər qadınlardır. Bəylər üçün hədiyyə alırlar. Biz hazırda mücrü hazırlayırıq. Bu işi alındırmaq üçün vaxtım 10 dəqiqənin ərzində mən bunu hazırlayıram. Bir gündən sonra da çıxardıram gəlibdən. Belə bir vaxt aparmır. Amma saat, domino, onlar ən azı bir həftə vaxt aparır. Lalebəyim Səmədovanın hekayəsi göstərir ki, düzgün dəstək və təşkilatlanma ilə yaradıcı insan əməyi real gəlir mənbəyinə çevrilə bilər. Kiçik bir emalatxanadan böyük bazara uzanan yolun ən mühüm körpüsü məhz Abaddır. Belə layihələr həm milli sənətkarlığın inkişafına, həm də yeni sahibkarlıq ənənələrinin formalaşmasına töhfə verir.